Salam əziz dostlar, biz keçən səfər bir video paylaşmışdıq İmam Əli əleyhissalam haqqında ki, əhlüsünnə alimləri deyirlər ki, imamdan hədis nəql edirlər. Bəs mən banın, Bismillahın ba hərfinin altındakı olan nöqtəyəm. Sonra həmin əhlüsünnə alimi Hafiz Süleyman İbn İbrahim Qunduzi deyir əqul, ləalləl məqsud bizəlikə huvə ənəl baə bila nöqtətin yəkunu hərfən muhmələn la dəlalətə ləhu alə şeyin. Bəlkə deyir, məqsəd budur ki, bəs ba, nöqtəsiz ba mühməl bir hərfdir. Yəni, heç bir məna ifadə eləmir. La dəlalətə ləhu alə şeyin. Heç bir şeyə də dəlalət eləmir. Fə bismillahirrahmanirrahim bila nöqtətil ba la ta'ni şeyən. Deyir, bismillahirrahmanirrahim ifadəsi b-sız, nöqtəsiz, nöqtə olmasa burada, onda la ta'ni şeyən, heç bir məna ifadə eləmir. Və la tədullu alə şeyin, heç bir şeyə də dəlalət eləmir. Və hakəza mənzilətu Ali ibn Əbi Talib bin nisbəti lil-Qur'an. Həmçinin deyir, Əmirül Müminin əleyhissalamın Qur'ana olan nisbəti də belədir. Fəaliyyun huvəl Qur'anun natiq. Əleyhissalam natiq Qur'andır, danışan Qur'andır. Əlləzi, hansı ki, bedunihi, onsuz la yutimmul iman bil Qur'an. Qur'ana iman kamil deyil onsuz. Və bi cihadihi istəqaməl İslam. Onun cihadı ilə İslam ayaq üstə dayanıb. Kəma fil hədisin nəbəviyyi şərif. Necə ki, Peyğəmbər sallallahu hədisində gəlib. Və bi vilayətihi əkmələllahu din. Və əleyhissalamın vilayəti vasitəsilə Allah Teala dini kamil eləyib. Və ətəmməllahu alə ibadihin ni'məh. Və Allah Teala İmam əleyhissalamın vilayəti vasitəsilə öz bəndələrinə neməti tamamlayıb. Və radiyə bihə ləhumul İslamə dinə. Və Allah Teala İmam əleyhissalamın vilayəti səbəbinə İslamın din olaraq bizim üçün, yəni insanlar üçün olmasına razı olub. Fi qavlihi Teala, hansı ayədə Əl-yevmə əkməltu ləkum dinəkum, bugün sizin dininizi kamil etdim, və ətməmtu aleykum ni'məti, və bugün sizin neməti sizin üçün tamamladım, və raditu ləkumul İslamə dinə, və İslamın din olaraq sizin üçün olmasına razı oldum. Bəs nəticədə fəddinu biduni vilayət Ali ibn Əbi Talib naqis. Bəs din Ali ibn Əbi Talibin vilayəti olmadan naqisdir. Və ni'mətu biduni vilayəti Ali ibn Əbi Talib ni'mətun naqisəh. Nemət də Ali ibn Əbi Talibin vilayəti olmadan naqis nemətdir. Vəl İslamu biduni vilayəti Ali ibn Əbi Talib leysə İslamən. Bəs Ali ibn Əbi Talibin vilayəti olmadan olan İslam deyil. Bax, buraya qədər əhlüsünnə alimi Hafiz Süleyman İbn İbrahim Əl-Qunduzi Əl-Hənəfi, Hənəfi alimi Yənabi-ül-Məvəddə kitabında bunu qeyd edib. Sağ olun.